Salam uşaqlar. Bugün saç qurutmasından danışacağıq və fenlərdən danışacağıq. Mən sizə başa salacağım hansı fenlərdən istifadə etmək lazımdır, hansı başlıqlardan, hansı daraqlardan istifadə eləyəcəyik. Saçı dəsmala bükəndən sonra, yuyandan sonra, dəsmala bükəndən sonra onu necə qurulamaq lazımdır. Kobud şəkildə qurulamırıq, sürtmürük saça. Keçən dərsimizdə başa salmışdım sizə. Asta-asta, sıxa-sıxa quruduruq. Mütləq şəkildə saçın nəmlik dərəcəsinə fikir vermək lazımdır. Yuyandan sonra dərhal fenləməyə çalışmayın. Əvvəlcə saçın suyunu 70-80% dəsmalla qurudun. Yəni saç sadəcə yüngül nəm qalsın saçda. İslah vəziyyətdə olmaz qurutmaq. İndi istəyirəm ki, sizdən sual-cavab eləyək qısa. Sizcə saçın təbii özünü qurumağı yaxşıdır, yoxsa fenlə qurutmaq yaxşıdır? Saçın təbii quruması. Fikirlərinizi öyrənə bilərəm. Saçın fenlə quruması. Yaxşıdır. Saçın təbii quruması. Başqa? Məncə də təbii quruması. Saçın təbii quruması. Təbii quruması. Məncə hər ikisi. Saçı birinci 70% dəsmalla sıxırıq, sonra fenlə qurutmaq. Ən yaxşısı odur. Ən yaxşısı odur. Saçın təbii quruması əlbəttə ki, daha yaxşıdır. Saçı nəm saxlayır, qurumağa imkan vermir. Ona görə saçın islahlığını 70-80% qurudandan sonra dəsmalla feni ilıq dərəcədə qurutmaq daha məsləhətdir. İndi isə fenlə işləmək texnikasını sizə addım-addım izah edəcəm. Saça necə forma verək ki, salondan çıxmış kimi görsənsin. Onları başa salacaq sizə. Feni həmişə saçın kökündən ucuna doğru tutmalıyıq. Yuxarıdan aşağı tutmalıyıq. Mən sizə göstərəcəm. Yəni fenlə də, şotka ilə də başa salacağım hamısını. Hissə mütləq şəkildə ayırmaq lazımdır saçı. Bütün saçı eyni anda fenləmək mümkün deyil. Feni heç vaxt saça yapışdırmaq olmaz. Ən azı 15-20 santim ara saxlamaq lazımdır. İndi biraz da sual-cavab istəyirəm eləyək sizdən, sonra keçək növbəti praktikamıza. Mən bir sual verə bilərəm. Hə. Siz dediniz, dəsmalla öncə suyunu çəkib, sonra qurutmaq lazımdır. Direkt sulu fenlə qurutsaq nə olar? Saç qurumağa başlayacaq, qırılmağa başlayacaq saçı. Yəni saç su saçı qurudur. Üstünə də fenlə quruduruq, bu lap istisi daha da yüksəlir. Temperatur yüksəlir onda. Asiyə xanım, dediniz ki, ilıq temperaturundan qurutmaq dayardır. Bəs isti və ya soyuqla qurutsaq nə olar? Soyuqla saç qurumayacaq. İsti ilə də qurudanda saç quruyur. Aysuya başa saldığım kimi də qurumağa başlayır, yanır, tüstü buraxır. Ona görə orta temperaturda qurutmaq daha yaxşıdır. Bəs əgər saçımız dediyiniz kimi isti temperaturda qurutsaq, sonra onu nətər düzəltmək olar? Ki, yəni saçımızı təzədən bir də düzəlsin. Onu nə etmək olar ki, düzəlsin? Yox, o quruyub, o necə təzədən. Onun bərpası ancaq maskalarla, kondisionerlərlə belə. Çox sağ olun. Soyuq hava temperaturundan istifadə edən olub ya da tez-tez istifadə edən var. Saçını soyuq hava ilə qurudan olub ya ilıq hava ilə. Aysu. Mən birinci isti ilə quruduram, sonra soyuqla. Aha. Başqa? Mən ilıqla quruduram, sonra soyuqla quruduram axırda. Mütləq şəkildə o düymədən istifadə eləmək lazımdır soyuq havadan. İsti hava ilə qurudandan sonra soyuq hava ilə. Uşaqlar, indi sizə fenlə işləmə qaydasını göstərəcəm. Bir yerdə bunu öyrənəcəyik. İslah saçda etmək lazımdır. Hal-hazırda imkan olmadığından quru saçda mən sizə göstərəcəm ki, necə onlar. Aha. Belə oturaq ki, görsünlər. Buralar biraz nəfəsində. Necə? Buralar biraz nəfəsində.
Dediyim kimi birinci növbədə dəsmalla yaxşıca quruluruq saçı. Sürtmək yox, sıxmaq lazımdır. Belə. Yəni dəsmalı yüngül şəkildə sıxırıq, quruduruq. Sürtmək olmaz saçı. Dəsmalla sürtmək olmaz. Müştərini hazırlayandan sonra altdan yenə dəsmalını taxırıq. Dəsmalımız yoxdur əlimizin altında. Altdan dəsmalımızı taxırıq, müştərini hazırlayırıq, saçın suyunu götürürük. Fenimizi hazırlayırıq. Hal-hazırda soyuqdadır. Orta illıqdır. Üçüncü tam istilikdir. Saçı tam qurutmuruq. Yüngül nəm saxlayırıq ki, saça forma verə bilək. Saçı dəsmaldan islahını götürəndən sonra mütləq şəkildə saça saç qoruyucu spreylər olur. Onlardan vurmaq lazımdır. Saç yağı vurmaq lazımdır ki, saç qorunsun. Fenin istisindən qorunsun. Feni hansı məsafədə tutmaq lazımdır, bilirsiniz? Deyirlər 15-20 sant. Mən sizə dedim, axı, bayaq yadınızda qalmadı. Ən azı 15-20 santim məsafə saxlamaq lazımdır. Feni yuxarıdan aşağı meyilli tutmağa. İndi mən sizə göstərəcəm necə qurulamaq lazımdır. Sonra bir-bir hamımız öyrənəcəyik. İstəyirsiniz. İstilikdən ortaya gətiririk. İlıq. Məsafəni görürsünüz də necə tuturuq. Saç müştərinin üst tərəfinə gəlməməlidir. Əlinizlə belə. Qurudandan sonra soyuq rejimə qoyursunuz. O istiliyi saçdan götürürsünüz. Başa düşdünüz? Gəlmək istəyirsiniz. Göstərə bilərsən hansı rejimə qoydun? Hə. Orta temperaturda tuturam. Bu qədər məsafə ilə quruduram. Saç müştərinin üzünə gəlməsin deyə əlimlə idarə edirəm. Sonra bütöv qurudandan sonra isə soyuq temperaturda qoşuram ki, saçdakı istiliyi alsın. Bir də göstər. Müştərini. Yaxşı, tez yadında qalır sənin. Başqa Fatimə gəl. Yeni səliqəli tutursan, müştərinin üstünə getməsin. İlıq daha. Bunu belə müştərinin üzünə getməsin. 15-20 santim aralıqda tuturuq. Saçı nəm Çalışırsan, feni də əlində bərpədəsən ki, hava yayılsın. Nəm də biraz saxlayır ki, müştəri məsələsini istədiyi kimi kəsə bilər. Yox, kəsmək, nəm kəsmək lazımdır.
forma vermək üçün nəm saxlamaq lazımdır ki, yaxşı forma alınsın. Biraz. Sonda nə edirik? Soyuqla eləyirik ki, səs Soyuğa açaq da onda. Soyuq oldu elə. Soyuq. Yaxıda. Soyuq. Hə. Oldu, soyuq açdı. Ay. Sən belə məşq eləyə bilərsən uşaqların saçının üstündə, öz saçının üstündə ki, öyrənə biləsən, əlin öyrəşsin. Əyləşə bilərsən. Burada isti, soyuq. Bu soyuqdur. Orta ilıqdır. Lap sonuncu qaynardır. Qoyuruq ortaya. Qoşuruq. Necə edirik? Ara məsafə saxlayırıq. Başdan buradanı. Yanları. Sonra soyuq. Soyuduruq. Saçı necə saxlayırıq? Belə. Saçda nəm saxlayırıq ki, forma verə bilək. Çox qurudu. Ver. Sən gəl. Gəl. Necə başa salmışdım knopkaları necə? İlk öncə elə formada eləyirik ki, müştərinin saçına zərər toxunmasın. Seni necə tutmaq rahatdır sənə? Belə yoxsa belə? Belə. Elə eləyirik ki, saçı müştərinin üzünə gəlməsin. Şəkildə eləyirik. Gəl belə. Ucudan aşağı. Ucudan aşağı. Seni qaldıranda saçın üstü ilə qaldırmışsın. Saç qıraqdan gətirirsən ki, saçı dağıtmasın ucu tərəfə. Öyle bir şey Yaxınlaşdırma, saçın dibini yandırma. Sonra neyinirik? Sonra siyah şəklinə gətiririk ki, saçdakı istiliyi alsın. Onu da çok etmedi. 1-2 dəqiqə eləyirik. Bunu qurutmaq üçün yox, saçdakı istiliyi almaq üçün. Ona görə çox uzun süre 1-2 dəqiqədən sonra bıraxırıq vermək. Sənə çoxlu məşq eləmək lazımdır. Başlayayım. Birinci müştərinin saçının yanına sonra onun saçını quruluyoruz. Amma elə çalışırıq ki, biraz nəm qalsın ki, formaya sala bilək. Birinci belə sıxırıq. Amma çox sıxmırıq, yavaş sıxırıq. Yavaş-yavaş sıxırıq. Sonra fenlə... Saçı sürtmürük. Hə, saçı belə sürtmək olmaz. Sonra nə edirik? Fenlə. Fenlə bunu orta dərəcəyə gətiririk. Yılıq dərəcə.
Belə. Məsafəni saxlayırıq. Çox elə uzaqda yox, belə. Sonra Təkcə ortanı qurutmursan da, yanları da qurudursan, alt hissəsini də qurudursan, yuxarıdan aşağı gəlsən, uclarını qurudursan. Sonra isə bunu soyuq dayandırırıq. Burada soyuq Dayandırmaq lazım deyil. Elə fen işləyə-işləyə. soyuq dərəcəyə gətiririk. Sonra yenə soyuqla edirik. 2 dəqiqə istiliyini götürürük soyuqla. Saçı belə üzündən yığırsan. Başa düşdük. Bəli. Sən də mehriban kimi tez götürürsən. İndi mənə yadında qalan hissəni göstərə bilərsən? Bu Soyuqdur. soyuqdur, orta ilıqdır, o birisi Axır. ən istisidir. İstidir. Birinci nədən başlayırıq? İstidən. Saçını inirik, yuduq. Dəsmalla sıxa-sıxa quruduruq, sürtmürük. Sonra isə yağ və yaxud krem falan vururuq. Saç qoruyucu krem. Fenlə saçı qoruyuruq. Bəli. Sonra başlayırıq qurutmağa. Soyduruq saçı. Qurutduq saçı, soyduruq. Hiss eləyəndə saçın istisi gedib, soyuğu dayandırırıq, keçirik başqa mərhələyə. Sürtüşdürmürük. Belə edirik. Sıxa-sıxa saçın suyunu alırıq. Belə, yəni belə sürtüşdürmürük. Sonra kremini falan sürtürük, edirik. Sonra isti, bu ilıq, Soyuq, soyuq. ilıq, isti. Biz ilıqla işləyirik. İlıq isti, basın. Yox, yandırdım. Yapıştırırsam, çalışırsan bu aranı qoruyasan. Biraz yaxın gedən kimi saç dibini yandıra bilərsən. Uzaqdan İsti ilə qurudandan sonra nə edirik? bundan sonra bu soyuq Soyuğa qoyuruq. buydu. Yox. Soyuq. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Hər birinizə təşəkkür edirəm ki,
mənə qoşuldunuz. Öyrənməyə çalışdınız. Çox sağ olun, uğurlar. Gələn səfərə gedək.